Salam, salam dostlar. Çoxdan da video paylaşmışdım. Bu videonu paylaşım. Deməli, səhifə 112-də qalmışdıq. Baxırıq. Grammar A. Deyir, sualı yoldaşınızla müzakirə edin. How are theoretical and practical knowledge important for teens? Deyir ki, nəzəri, theoretical nəzəri və praktiki biliklər yeniyetmələr üçün nə dərəcədə vacibdir? Which one do you like learning most? Sən hansını öyrənməyi daha çox sevirsən? Yəni praktiki yoxsa nəzəri və nəyə görə? Adətən hamı praktikanın, adicə məsələn kimyadır, fizikadır, bir çox fənlərdə nəzəriyyədənsə praktikanı mən üstün tuturam. Şəxsən mən elə gəlir ki, bir çoxları belədir. Flexible uşaqlar, yəni dəyişə bilən, yəni oynaq, ondan sonra uyğunlaşa bilən, yəni ki, məsəl üçün deyirəm, I've got flexible working hours, mənim dəyişə bilən saatlarım var. Yəni ki, mən şəraitə uyğun həmin iş saatlarımı ayarlaya bilirəm. Yəni 9-6 işi deyil də flexible'dır. Dəyişə bilirəm özümə uyğun. Okay, necə izah edir? Able to change or to be changed easily according to the situation. Vəziyyətə uyğun olaraq dəyişə bilən və yaxud da dəyişdirilə bilən asanlıqla. Enroll da uşaqlar yazılmaqdır, harasa qoşulmaq, yazılmaq, qeydiyyatdan keçmək. To put yourself or someone else onto the official list of members of a course, college or group. Deyir ki, özünü və yaxud da kimisə hər hansı bir kursun, kollecin və yaxud da qrupun rəsmi siyahısına üzv kimi daxil etmək. Mətni oxuyun və cümlələrin doğru yanlış olduğuna və yaxud da not given, bu barədə məlumat verilməyib, ona qərar verin. Gəlin baxaq. Vocational schools, trade schools and career colleges are some of the names of vocational education. Vocational mənə elə gəlir ki, məzuniyyət məktəbləri, trade school, ticarət məktəbləri və karyera məktəbləri, kollecləri, vocational, əgər bir dəqiqə uşaqlar ola bilər yanılaram, vacation olmalıdır, mən bildiyim, vocation sözün düzü bilmirəm, bəlkə də bilirəm, yanılıram, özümü çaşdırıram, mənə elə gəlir. Vocation, bir baxaq. Aha, deməli uşaqlar, vocational çox maraqlıdır, peşə məktəbi deməkdir. Vocational schools, peşə məktəbləri. Yaxşı, trade-i görək. Trade əslində alış-veriş, ticarət. Görək, onu necə verir? Görək, trade schools. Trade. Bu da ticarət, hə? Okay, yaxşı. Deməli, deyir ki, nə deyir? Bu məktəblər, yəni adın sadaladı, peşə məktəbləri, ticarət məktəbləri və yaxud da karyera kollecləri peşə təhsilinin bəzi adlarıdır. A recent report shows that a lot more people have started to enroll in trade and technical schools compared to past years. Və yeni bir və ən son report onu göstərir ki, artıq əvvəlki illərə baxanda daha çox insanlar ticarət və texniki məktəblərə müraciət etməyə başlayıblar. Bilirsiniz, bunun səbəbi əslində mənə elə gəlir ki, nədir? 90-cı illərdə elə bir kütləvi axın baş verdi. 80-cı illərdə elə bir ki, tutaq ki, ancaq savadlılar universitetə qəbul olurdusa, test sisteminin elə bir ki, tətbiqi ilə artıq elə də savadı olmayanlar da başladı universitetlərə qəbul olmağa və sanki bu bir yarış halına gəldi. Sonra hazırlıqların ortaya girməsi ilə artıq, yəni insanlar nə olur olsun, mənim uşağım oxusun, universitetə girsin, nə bilim əskərliyə getməsin, bir il yarım əskərlik çəkməsin, bir il çəksin, ona görə də nə olur olsun,
yarış halında insanlar başladılar universitetə girməyə və onun da nəticəsində yəni həmin ona həvəslənənlər 4 il sonra universiteti bitirəndən sonra işsiz qaldılar. İşsiz qaldılar və gördülər ki, bu boş-boşuna həvəslənmək elə bil özlərinə qalıb da, faydası olmayan peşəni seçdilər. Yəni heç harda istifadə olunmayan sənətləri seçdilər. Gördülər ki, bu onları uduzdurur. İşsiz bir kütlə yarandı Azərbaycanda. Yəni bilmirəm dünyanın başqa ölkələrində necədir, amma Azərbaycanda işsiz bir kütlə yarandı böyük miqdarda və indi onun nəticəsidir ki, indi hal-hazırda necə deyim, işləyən əhalinin əksəriyyəti taksi şoferləridir. Nəysə. Və artıq ona görə də insanlar yenidən başlayırlar peşə sənətlərinə yönəlməyə. Mən özüm də bunu təbliğ eləyirəm. Peşə çox gözəl sənətdir. Yəni əl peşəsi, əl sənəti çox gözəldir. Hamı universitetdə oxuyacaq, hamı alim olacaq deyə belə bir anlayış mümkün deyil. Bəs hamı alim olacaqsa cəmiyyətin digər işlərini kim görəcək? Başa düşürsünüz? Yəni o baxımdan da əgər oxumaq alınmırsa, yəni qarşımızda belə gedib alim olmaq, nə bilim, belə məqsədlərimiz yoxdursa, o kiçik məqsədlərə görə ki, nə bilim, əsgərliyə gec gedim, ay nə bilim, onun qızı qonşu universitetə girdi, mən də girim. Bu prinsiplə universitetlərə girib, yəni lazımsız peşələri seçməyin. Lazım olanları, yəni oxumaq fikriniz varsa lazım olanları seçin. Və ya eyb yoxdur, bir il gec qəbul olun, bu il alınmır. Bu il gec qəbul olun, amma bir ildə hazırlaşın, lazımlı özünüzə uyğun sənətləri seçin, peşələri. Belə. İndi isə deyir ki, there are several reasons for such a change. İndi mənim fikrimdən görə uyğun gələn olacaqmı? Deyir ki, belə dəyişikliyin bir neçə səbəbi var. Such schools usually offer far shorter and more flexible programs than those offered at universities or four-year college education. Deyir, belə məktəblər universitetlərdən və 4 illik kollec təhsilindən daha xeyli, xeyli qısa və daha flexible, uyğunlaşa bilən proqramlar təklif edirlər. O daha düzdür. In vocational schools, the main focus is on practical skills. Peşə məktəblərində deyir, əsas fokus praktiki bacarıqlardadır. Bu da çox doğrudur. Yadımdadır, o vaxtı bizim şirkətdən, yəni ora neft şirkətindən işçilər, yəni gedirdi peşə məktəblərinə, oradan uşaqlara öyrədirdilər və s. Students spend a lot of time learning hard skills that are useful for their job. Tələbələr deyir, işləri üçün lazım olan bərk bacarıqlara, hard skills uşaqlar mən izah eləmişdim. Deyir ki, onları bərk bacarıqları öyrənməkdən ötürü çox vaxt sərf eləyirlər. Bərk bacarıqlar hər hansı skilllər iki cür olur da. Yəni bax, siz sonrakı həyatınızda bundan rastlaşacaqsınız. Soft skills and hard skills. İngilis dilinə hərfi tərcümə yumşaq və bərk bacarıqlar. Yumşaq bacarıqlar uşaqlar ünsiyyət, idarə etmə, nə bilim, liderlik və s. şəxsi bacarıqlardır. Elə bil ki, hard skill, amma hər hansı peşəni görməkdən ötürü lazım olan bacarıqlardır. Məsələn, cərrahın, həkimin tikiş, yəni ki, yaxşı əməliyyat eləmə bacarığı, nə bilim, müəllimin dərs keçmək bacarığı və s. Yəni hər hansı bir işi görmək üçün lazım olan bacarıqlara hard skills deyirlər. This makes them more ready to start working and earning money.
Bu onları deyir, daha çox hazırlayır işləməyə və daha çox pul qazanmağa. For older people who want to change careers or to learn a new skill but do not have 4 years for a bachelor's degree, vocational education is just as effective as it's for younger people. Daha deyir yaşı çox olan insanlar üçün, hansılar ki, onlar da yeni bir bacarıq öyrənib, özlərinin karyerasını dəyişmək istəyirlər, amma bakalavrın 4 illik dərəcəsi onlarda yoxdur və bu zaman peşə təhsili də gənc insanlar üçün olduğu kimi onlar üçün də effektivdir. For them, vocational skills are easily the best choice və onlar üçün peşə məktəbləri çox münasibdir. Ən yaxşı seçimdir. In vocational programs, students and teachers are part of the same industry. Peşə proqramlarında müəllimlər və tələbələr eyni sənayenin hissələridir. Necə uşaqlar? Yəni tutaq ki, bərbərlik öyrənmək istəyənə bərbər dərs keçəcək, dərzilik öyrənmək istəyənə bir dərzi dərs keçəcək. Yəni onlar eyni sahəyə aid olan insanlar olurlar. For example, in culinary school, students connect with others who love food and are starting careers in food service. Məsələn, deyir, kulinariya məktəblərində tələbələr yemək sevən və yemək xidmətində karyera başladan insanlarla əlaqə qururlar. Also, their teachers are experienced chefs və onların müəllimləri də həmçinin təcrübəli şeflər olur, yəni aşpazlar olur. This network helps with support, advice and even job opportunities in the future. Və bu şəbəkə, yəni bu əlaqə onlara dəstək, məsləhət, hətta gələcəkdə iş imkanları ilə bağlı da kömək eləyir. This is by far the best side of such schools for people who need to start their career as soon as possible. Bu deyir ki, olsun ki, ən yəni öz karyeralarını çox mümkün olduğu qədər çox tez başlamaq istəyən insanlar üçün bəlkə də ən yaxşı tərəfidir bu. Yəni ki, həmin bu job opportunity, yəni iş imkanlarının olması. Trade schools often organize different events that bring people of the same interest together. Ticarət məktəbləri elə tədbirlər təşkil edirlər ki, orada insanlar eyni maraqları olan insanları bir yerə toplayır. These events help students make friends and practice important social skills. Bu tədbirlər tələbələrə kömək eləyir ki, yeni dostluqlar yaratsınlar və vacib olan sosial bacarıqlarını məşq etsinlər, inkişaf etdirsinlər. Building social skills is nearly as important as learning hard skills. Sosial bacarıqlarını inkişaf etdirmək, yaratmaq, hard bacarıqları öyrənmək qədər vacibdir. It helps them build better networks and find jobs easily when they graduate from schools. Bu onlara kömək eləyir ki, daha yaxşı şəbəkə qursunlar və məktəbi bitirəndə daha asanlıqla iş tapa bilsinlər. İndi isə cümlələri oxuyaq, onların doğru, yanlış və yaxud da olmadığını, mətndə verilmədiyini tapaq. In the past, fewer people showed interest in vocational skills. Keçmişdə deyir, daha az adam deyir, peşə məktəblərinə maraq göstərirdi, düzdür, true. In vocational schools, students learn theory more than practical skills. Peşə məktəblərində tələbələr deyir, praktiki bacarıqlardansa nəzəriyyəni daha çox öyrənirlər. Xeyr, false. Dedik ki, onlar praktikan daha çox öyrənirlər. Older people can benefit from vocational skills if they don't have a bachelor degree. Deyir ki, daha yaşlı insanlar da deyir, bakalavr dərəcəsi yoxdursa, peşə məktəblərindən yararlana bilərlər, düzdür, true. Graduating from vocational skills might guarantee an early career start. Peşə məktəblərindən bitirmək
daha erkən karyera başlanğıcını sığortalaya bilər. Yəni daha erkən karyera başlamasına kömək edə bilər. Bəli, düzdür uşaqlar. True. Events by trade schools are often organized in different locations. Ticarət məktəbləri tərəfindən deməli tədbirlər müxtəlif lokasiyalarda, məkanlarda tez-tez təşkil olunur. Xeyr, bu məlumat verilməyib, not given. Çünki dedik ki, eyni uşaqları ətrafına yığır, amma onların müxtəlif olduğunu bizə demədi. Bu qədər uşaqlar, bəyənin, abunə olun. Bu səhifəni paylaşdım. Gələn növbəti videolarda digər səhifələrdə paylaşacağım. Sağ olun.